Deməli, 2 gün bundan qabaq dostlar mənə danışırlar ki, deməli, Rusiyanın Azərbaycandakı səfiri Yevdokimov Belarusiyanın deməli, milli bayramında necə içib keflənibsə, qədəh əlində başlayıb deməli, Rus sülhməramlıların təbliğ eləməyə, ki, Azərbaycanlıların arasındakı bu видели, как наши миротворцы там tvarili, çudesa, nə bilim nə, araqları cuşa gətirir. Araq içəndən sonra Medvedev dünyanı necə dağıdırsa, bunların səfiri Yevdokimov da o gündədir. Deyir, yoldaşlar danışırlar ki, səfir o qədər içmişdi ki, bilirsiniz, yəni, indi Belarusiyada bilirsiniz də, Rusiyanın müttəfiqidir. Amma səfir, üzr istəyirəm, deyəcəm efirdən də, lülüpyan olub, yəni açarını itirmişdi, nə danışdığının fərqində yox idi. Mən çox istərdim ki, kimdə o kadrlar varsa, Heydər bəyə göndərsin, ya mənə göndərsinlər, orada fotoğraflar, digər dostlar olub. Ha, qardaşım, bunlar araq içəndə biraz belə qeyrətə gəlirlər. Rusiya-Ukrayna müharibəsinin 5-ci ilinə keçmiş. Bir hələ biz müharibəyə başlamamışıq ki, biz hələ məşq edirik. Biz hələ xüsusi hərbi əməliyyat, spesialni военная operasiya keçiririk. O spesialni военная operasiya все идет строго по графику. Belqradın işıqsız qalması, xalqın donması və bu günlərdə yenə də deməli Kiyevi vurublar, Odessanı vurublar, nə bilim Xarkovu vurublar, Zaporojyeni vurublar. Kişinin oğlu müharibə aparır. Kişinin oğlu müharibə aparır. Zamanında indi mən Ermənistandan başladım da, yəni o separatçılıq. Rusiya hələ də Azərbaycanla bağlı, yadınıza gəlir, Venediktov Ermənistanla bu yaxınlarda, ötən aylarda, Heydər bəy yaxşı xatırlayırsınız, müsahibə vermişdi ki, a может быть для армян вопрос с Карабахом, с Арцахом решен, а для нас это еще остается открытым. Elə belə də həyasızcasına deyir ha. Həyasızcasına deyir. Ömründə deməli Zatulinin düzdür yolun bağlayıblar Ermənistan, amma Zatulin Salavyovun yanında hələ də Azərbaycanla bağlı həkimlər onun çarəsini tapa bilmirlər. Qarnı ağrıyır və bu müalicəsi olmayan bir xəstəliyə tutulur Zatulin. Putin verdiyi sözü yerinə yetirməlidir. Putin cinayətkarları cəzalandırmalıdır. Onlar elə bilirlər ki, elə bizi pulla yola verəcəklər, yəni o kompensasiya ödəyəcəklər, təyyarəyə gələn məsələ bitəcək. Xeyr. Bu qərarı verən Tolapilo adlı Rus Alkaş generalı, belə deyirəm, Alkaş Rus generalı, o əmri yerinə yetirən Alkaş Rus kapitanı Paladayçuk məsuliyyətə cəlb olunmalıdır. Və onların zaten ifadələri də var o araşdırmalarda. Və bunu uzatmaq lazım deyil.